sənətin bərpa filmdə idi. Ətraf nə deyirdi, onu da eləyirdi. Əlbəttə, mən də qulaq asırdım. Çünki artıq istəmirdim də üzüm belə olsun. Makiyaj eləyirdim, görünürdü, pis görünürdü. Eləmirdim, daha pis görünürdü. Tıbcı bezdim. Fərdə xanımın paylaşımlarını çox bəyəndim. Tıbcı son seansımdır, baxın üzümdə heç nə yoxdur. Artıq ilk seansda mən nəticəni görmüşdüm. Üzümü görür, soruşur ki, bəs o ay nə yaxşıdır, kosmetoloqun kimdir? Hamısını deyirəm, Fərdə xanımdır. Bunun artıq son seansımdır. Thank you.